Digər növ məhlul məsələsinə baxaq. Demək, deyir 6 ton 96 faizli spirt məhlulunu. Yəni biz 6-nın 96 faizini tapırıq. 6 vurulsun %96 bərabərdir. Bunları ixtisar edə bilərik. 96 4-ə bölünür. 24 %4-ə bölünür. 25 artıq burada bölünən yoxdur. 6-nı 24-ə vurub bölərik 25-ə. Hətta bunu əvvəldən 6-nı 96-ya vurub 100-ə bölsəydik daha rahat olardı. Çünki 10-a 100-ə 1000-ə bölmək daha rahat olurdu. 96-nı vururuq 6-ya 576. Onu da 100-ə bölsək 5 tam %76. Deməli bizim 6 tonun 5 tam %76-sı spirtdir. İndi biz bundan 6-dan da bunu çıxsaq 5 tam %76-nı. 0 tam %24 isə sudur. Neçə ton su əlavə etmək lazımdır? Üzərinə gəlirəm, bilmərəm. X, axı mənim məhlulumda artmalıdır. Yəni bunu x-i üzərinə gəldim. Nə qədər gəlmişəmsə məhlulun da üzərinə gəlməliyim x-i. 80 faizli spirt olsun. Biz əvvəlki məsələlərdə faizi özümüz tapırdıq. İndi deyir 80 faizli. Yenə nə edirik? Maddə 5 tam %76 bölünsün ümumi məhlulumuz 6 üstəgəl x-a bərabərdir. Biz 80 faizi də kəsr şəklində necə göstəririk? %80. Yəni bərabər olsun %80-ə. İlk öncə bunu ixtisar edək. %80-i hər ikisi 20-yə bölünür. 5-də 4. İndi tənasüb kimi çarpaz vururuq. Yəni 5-i vururuq 5 tam %76-ya bərabərdir. 4 vurulsun 6 üzərinə gəl x-a. İndi hesablamamızı aparırıq. 5 vurulsun 5 tam %76 28 tam 10-da 8 bərabərdir. 4-ü 6-ya vururuq. 24 üzərinə gəl 4x. Hətta bunun hər tərəfini 4-ə bölüb də yaza bilərdik. Buradan 4x bərabər olur. 28 tam 10-da 8-dən çıxırıq 24-ü. 4x bərabərdir. 4 tam 10-da 8. Buradan da x bərabərdir. 1 tam 10-da 2. Deməli, neçə ton su əlavə etmək lazımdır? 1 tam 10-da 2 ton. İkinci məsələ eyni tipli məsələdir. Onu özünüz həll edərsiniz. Üçüncü məsələni həll edirəm. Bu birinci, ikincini sizə tapşırdım. Üçüncü məsələmiz 3-də deyir 250 qram 20 faizli şəkər məhlulundan. Yenə 250-nin 20 faizini tapırıq. 250 vurulsun %20. İxtisar getdi 5-də 1 oldu 50. Yəni 250-nin 50 qramı şəkərdir. 200 qramı isə sudur. İndi bizə deyir ki, neçə qram suyu buxarlandırmaq? Buxarlandıranda azalır deyə, yəni biz buradan çıxırıq. Sudan nə çıxdımsa, ümumi məhlulumda azalıraq. Ondan da çıxdım. 25 faizli məhlul alınsa, yenə də maddənin şəkəri, yəni 50-ni bölürük ümumi məhlulumuza 250 minus x-a bərabərdir. 25 faizli, faizi də yəni %25 kimi ifadə edirik. Yəni biz bilirik 25 faiz bərabərdir %25. Yenə bunu ixtisar edək ki, daha rahat olsun. 4-də 1. İndi tənasüb kimi çarpaz vururuq. 4-ü vururuq 50-yə bərabərdir. 250 minus x-i da 1-ə vuranda özü edir deyə vurmadı. Buradan 200 bərabərdir. 250 minus x-a. X da bərabərdir 50-yə. Deməli, neçə qram suyu buxarlandırmaq lazımdır? 50 qram suyu buxarlandırsaq 25 faizli görürsünüz. Su getdikcə içərisində şəkər daha çox olur. Faizi də çoxaldı. Məhlulda neçə qram suyu buxarlandırmaq? 4-cü məsələmiz də eyni tiplidir. 2 və 4-ü sizə tapşırdım.
Növbəti məsələmiz 300 qram 20 faizli duz məhlulu üçün uyğunluğu müəyyən edin. Yenə biz 300-ün 20 faizini tapırıq. Vurulsun %20 bərabərdir. 3-ü də 20-yə 60. Deməli, duz məhlulu dedi. 300-ün 60 qramı duzdur. Yerdə qalan 240 isə sudur. İndi deyir 100 qram birincidə 100 qram su əlavə etdilərsə, yəni bunun üzərinə su əlavə etdim. Ümumi məhluluma da əlavə etməliyəm. Nə edirdik biz? Maddə, yəni 60 bölünsün 400 faizlə tapmalıyıq deyə vurulsun 100%. O da bərabərdir. 400 ilə 100 ixtisar elədim. 60-ı da 4-ə böldük. 15 faizli. Deməli 15 faizli B bəndi. Bir də bizdə var nə? Başqa uyğunluq yoxdur. Bu birinci. İndi ikinci isə. İkinci. Yenə eyni məsələdir. 300-ün artıq 60-ı duzdur. Tapmışıq 240-ı sudur. Bizdən nə isə 100 qram duz əlavə edilərsə. Buradakı duzuydu, bu su idi. Duzun üzərinə gəldim 100. Ümumi məhlulumun da üzərinə 100 əlavə edirəm. Sonra necə həll edirdik? Yenə maddə artıq nə qədər oldu? Bu 160 oldu. 160 bölünsün 300 ilə də 100, 400 vurulsun 100%. 160-ı da 4-ə böldük, 40. Deməli, ikinci 40 faizli. 40 faizli variantımız da C'dir. Bir də baxaq görək. 160 qram duz. Bəli, biz burada da 160 qram duz tapmışdıq. Deməli, C, D bəndləri uyğundur. Üçüncü, yenə 360-ı duzdur. 240-ı sudur. Bizə deyir 40 qram su. Bunun üzərinə gəldim 40. 60 qram duz. Duzun üzərinə gəldim. Mən ümumi məhlula nə qədər əlavə etdim? 100. Yəni, məhlulumun üzərinə 100-ü əlavə edirəm. Görürsünüz, burada 60, bu əlavə etdiklərim 60 ilə 40, cəmi 100 oldu. Ona görə bunu məhlula da, ümumi məhluluma da əlavə etməliyəm. İndi nə edirdik? Yenə də biz maddə, yəni cəmi oldu 60, bu 120. 120-ni ümumi məhlulumsa oldu 400 bölünsün 400 vurulsun 100%. O da bərabərdir. 120-ni də 4-ə böldük 30%. Deməli 30%li məhlul alındı A bəndi və baxaq görə uyğun olanlar nə var? A bəndi, B bəndi getmişdi bizdə. C variantı da gedib, D də gedib. Məhlulda 120 qram duz olar. Bəli, görürsünüz, burada 120 qram duz almışdıq. Onda A, Y oldu.